bilirik ki, iki tənliyin hasilinin və ya cəminin sıfıra bərabər olması üçün bu tənliklər ayrı-ayrıqda sıfıra bərabər olmalıdır. Bu zaman yaza bilərik. X minus A üstə gəli 7 bərabərdir 0. Y plus B minus 13 bərabərdir 0. Bunları qarşı tərəf-tərəfə çıxaq. Çünki bizə x minus y verib. Çıxanda birinci tənlikdən ikinci tənliyi yazıb çıxıram. X minus A çıxılsın, üstə gəli 7, çıxılsın y, çıx B, üstə gəli 13 bərabərdir 0. Çünki biz çıxan zaman ikinci tənliyin işarələri əksinə dəyişir. X minus, bax, bunları hamısını keçirək. X minus y-i keçirirəm. Minus A plus B olacaq. Mənfini qarşıya çıxartdım, A ilə B-ni topladım. Üstə gəl, 7 ilə 13-ün cəmi də 20, bərabərdir 0. X minus y-imizi 5 verib. 5 minus A plus B, üstə gəl 20, bərabərdir 0. Mənfi A plus B bərabərdir. 5 ilə 25-in cəmi, 20-in cəmi 25, sağa keçdə mənfi 25. Deməli, A plus B də bərabərdir müsbət 25. Hər tərəfini mənfiyə vursaq. Cavab müsbət 25 olacaq.